Deməli, məndə eroziya var deyib, stresslə, həyəcanla, bəzən də ağlayaraq yanıma müraciət edən pasientlər üçün, qızlarım üçün paylaşıram bu paylaşımı. Əziz xanımlar, bu paylaşımda sizə eroziya və skleroz metaplaziya haqqında məlumat verəcəm. Bu uşaqlıq boynudur. Bu isə uşaqlıq boynunun xarici dəliyidir. Yəni uşaqlıq yolunu birləşdirən dəlikdir. Buradan kanal başlayır. Bu kanalın içərisi silindrik hüceyrələrlə, təkqatlı hüceyrələr, hansı ki silindrik hüceyrələr deyirik. Üzüm salxımına bənzər bir görüntü olur bu hüceyrələrdə. Və onlar tam qırmızı rəngdə olurlar. Bu hissə isə, uşaqlıq boyunun üst təbəqəsi isə açıq çəhrayı rəngdə olur. Və normada 20 yaşdan, təxminən daha erkən yaşlardan, 15-16 yaşlardan başlayaraq estrogenizasiyanın yüksək artması fonunda 45 yaşına qədər olan bir dövrdə bu içəridəki servikal kanal içərisindəki hüceyrələr çölə doğru yerini dəyişir. Bu fizioloji prosesdir, əziz xanımlar, bu normal bir prosesdir. Daha sonra ona görə də bu hissələr qırmızı görünür. Daha sonra isə uşaqlıq yolunun turş mühitinin təsiri nəticəsində bu hüceyrələr başlayırlar açıq çəhrayı rəngə doğru, yəni çoxqatlı yastı epiteliyə doğru çevrilməyə. Bu zaman isə biz bu sahəyə skleroz metaplaziya olan sahə deyirik və bu da normal durumdur, bu da patoloji durum deyil. Ona görə də əziz xanımlar belə olanda qorxuya